Astarada mikroavtobus aşıb, ölən və xəsarət alanlar var. Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi axşam saatlarında Astara rayonunun Təngərük kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan Mercedes Sprinter markalı mikroavtobusun sürücüsü idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən 2 nəfər Astara rayon sakinləri, 30 yaşlı Əfsanə Baxşıyeva və 65 yaşlı Səyyarə Həsənova dünyasını dəyişib. 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım briqadaları tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. 3 yanvar 2026-cı il tarixində saat 17:35 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi səbəbilə 7 nəfər, 4-ü qadın, 3-ü kişi olmaqla Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin travması diaqnozları təyin olunub. Xəsarət alanlardan biri vəziyyətinə uyğun olaraq cərrahi şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin ölüm faktı qeydə alınıb. Digər xəsarət alanların vəziyyəti stabil olaraq qiymətləndirilir, müalicələri təcili yardım şöbəsində davam etdirilir. İlkin məlumata görə mikroavtobusda olan sərnişinlər toya gedirmişlər. Baxşı vilayət ədalət oldu. Siz hadisə yerində oradaydınız. Bəli, Necə oradaydım. oldu hadisə? Hardan gəlib hara gedirdiniz? O Lənkəranda gedirdik azıl. Gördük bir dənə balaca maşın gəlir. Qovdu maşını, sonra avariya oldu. Siz özünüz hardan gedirsiniz? Mən də toya gedirdim. Toya getsin. Bəli. Maşında nə qədər adam vardı? Hardasa 20-25 nəfər vardı. Maşın nə oldu? Açdı da. Açdı. Usulbaya dəydi, sonra açdı. Qabaqda bir dənə maşın gəlirdi, balaca maşın. Qabaqda gəlirdi, o qovdu maşını. Usulbaya dəydi, sonra çevirdi. Bilmədiniz nə maşındı o üzbəüz gələn maşın? Ağ 06 idi, 07 idi, dəqiq bilmədim. O qaçdı orada, qalmadı. Ümumiyyətlə neçə nəfər xəsarət aldı orada? Hardasa 5-6 nəfər oldu. Siz hara toya gedirdiniz? Əmim restoranda toy edir, nəsələ. Oraya gedir. Bu Əvramin Təvəkküloğlu, Astara'nın Şeykələn kəndində biləm. Anam, qardaşların, Astara'da qardaşların marketi var, orada işdən evə gəlanda bu hadisə baş verir. Bizdə də kənd bizə məlumat verdi, biz də təcili tez boza çıxdıq, evdən gəldi, çıxdıq bura. Orada da belədir, indi götürüb aparacaq neydik. Ananız da rəhmət. Bəli, doğma anamdır. Yəni bu həmişə o marşrutla gedib? Yox. Orada marşrut elə ki, hər saatdan bir, yarım saatdan bir işləyir. İndi qismət o qazal düşüb, indi o da gəlib popütü maşın çıxıb, ondan hadisə baş verir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.